görüşmək günü. Mənə elə gəlir ki, bugün mənim üçün, şəxsən mənim üçün Sumqayıtda bu görüşdə iştirak etmək bir bayramdır. Ona görə yox ki, təkcə burada doğmalarım yaşayır, yəni tanıdıqlarım və tanımadığım doğmalarım yaşayır. Tanımadığım doğmalarım deyərkən mən Sumqayıtlı tələbələrin ailə üzvlərini nəzərdə tuturam və əlbəttə ki, Azərbaycan jurnalının oxucularını, onların Sumqayıtdan olan müəlliflərimizi nəzərdə tuturam. Vacib deyil, biz bir-birimizi şəxsən tanıyırıq. Mənim üçün, məsələn, mən də bugün Əşrəf Veysəlini indi gördüm, bir sürə şair və yazıçılarımızın üzünü indi gördüm. Amma mənə elə gəlir ki, söz adamı üçün şəxsən tanımaq bir şey deyil, sözü tanıdır və əlbəttə bütün gün ərzində elan gələndən fikirləşirdim ki, görəsən Nuranə Abbasova o tədbirə gələcəklə, çünki baxmayaraq ki, Sumqayıtdan olan tələbəmiz olub və deyim ki, çox gözəl tələbə olub özü də, çox istedadlıydı və mən onu mütləq haçansa bir də haradasa rastlaşacağıma, jurnalist kimi yox, məsbədi yaradıcılıq kimi mütləq gözləyirdim və 2 il bundan əvvəl idi, səhv eləmirəmsə, bir gün biz Azərbaycan jurnalı Mircəlal Paşayev adına ədəbi nevi təşkil etdiyi hekayə müsabiqələrinin qaliblərinin bizdə nəticələri, orada o yazılar dərc olunurdu və mən birdən-birə bir imza gördüm Nuranə Abbasova. Bu təsəvvür eləməzsiniz ki, Nuranənin o münsiflərdən, o tələbkar münsiflərdən keçib oraya gəlməsi mənim üçün, elə bilin ki, mən özüm o gün qalib olmuşdum. Mən Afaq xanım deyirlər, onun təklifinə cavab vermək istəyirəm. Çox təşəkkür edirəm təklifinizə görə, çünki xanım çox ciddi məsələyə toxundu və biz də uşaqlar deyərkən Azərbaycan jurnalının gələcək oxucularının və müəlliflərinin haqqında düşünməliyik. Bir neçə ildə Azərbaycan jurnalında, baxmayaraq ki, bizim təyinatımız deyil, o daha çox peşəkar yazıçıların jurnalıdır. Amma belə qərara gəldi ki, bu uşaq yazıçıları, şairlərinin də burada belə birləşmiş bir yazı nümunəsi təqdim eləyək ki, o şairlər də, o yazıçılar da, uşaqlar üçün yazanlar da başa düşsünlər ki, uşaq üçün yazmağın ən çətindir. Çünki uşaq şairi olmağa cəhd göstərmək lazım deyil, ümumiyyətlə yazmağa cəhd göstərmək lazım deyil. Onun üçün uşaq şairi də olmalısan, ümumiyyətlə sözlə də olmalısan ki, belə olsun. Afaq xanım, belə bir bizim var planımız gedir. 2 ildə bir dəfə uşaq ədəbiyyatı rubrikası veririk. Baxmayaraq ki, bu bizim üçün tamamilə bir qədər planımızda bir qədər bizim üçün gərginlik yaradır və eləcə də dramaturgiya. Azərbaycanda yeganə jurnaldır ki, biz dramaturgiya ilə bağlı da belə xüsusi buraxılışlar edirik. O cümlədən də uşaq ədəbiyyatı ilə bağlı da əlbəttə orada bir seçim daha ciddidir. Yerdə dediyim kimi, bizim sözümüz nədir? Azərbaycan jurnalı haqqında tərifləməyə gəlməmişik. Mən gəncləri eşitmək istərdim, çünki əslində qalanda burada Sumqayıt Gənclər şəhəridir və bu ildə Gənclər şəhəri elan olunur. Mənə elə gəlir ki, Sumqayıtda yaşlı adam yoxdur, olan ruhu gəncdir. Ona görə də bu şəhərin adının elə Gənclər şəhəri olması bir qanuna uyğun bir haldır. Azərbaycan jurnalının tədqiqatçısı kimi deyirəm, təkcə oxucusu kimi, ya orada yazılara tələbkar, nəsə bu qaydalarla. Azərbaycan jurnalını işlədiyim bu 24 il ərzində bir şeyi gördüm. 24 il bundan əvvəl və 90-cı illəri gözünüzün qarşısına gətirin və düşünün, cəmiyyətdə baş verən xaos, görün ədəbiyyatda nələri üzə çıxarırdı, nələr təzahür edirdi. Amma mən nəyi gördüm? Azərbaycan jurnalı heç vaxt dəbə işləmədi. Bugün də belədir, sabah da dəyər işləyəcək. Və tədqiqatçı kimi də gördüm, Akif Amal səhv eləmirəmsə, çox doğru bir fikir bildirdi. Azərbaycan jurnalının 102 illik tarixində cəmi 2 dövr olub ki, çox çətin dövr olub. 37-ci illər və qəribə də olsa 37-ci illər faciəsindən, o ağrıdan Azərbaycan jurnalı maksimum dərəcədə ədəbiyyatı o qədər, necə deyirlər,
yazıcı Elçin demiş ki, özü konjunkturaya uğramadan o konjunkturanın içindən qələbə ilə çıxa bildi. Və ən çətin dövr hesab edirəm ki, 90-cı illər dövrüydü Azərbaycan jurnalının tarixində. Və haqlı olaraq deyirdi, söhbət yazı seçimindən getmirdi, müəlliflərdən getmirdi. Söhbət yazıya münasibətdən, dəyərlərə münasibətdən gedirdi. Və Azərbaycan jurnalının bircə işi var. Və biz məmurlardan, filandan, başqalarını tənqid etmək dünyada ən asan şeydir. Amma ən çətin şey biraz özünüzdən başlayar. Və mənə elə gəlir ki, mən bugün burada bizi ayrılanda artıq çox inamla deyə bilərik ki, Azərbaycan jurnalının abunəçilərinin də sayı artacaq. Və bu təkcə burada yığılan jurnalı olan münasibətini bildirən çox hörmətli qonaqlarımız deyil. Yəni mən oxucularımızı və dinləyicilərimizi nəzərdə tuturam. Hesab edirəm ki, bu bütün Sumqayıtda böyük bir hadisəyə çevrilə biləcək və fəxrlə deyə biləcəyimiz bir hal olacaq. Çünki mən tədqiqatçı kimi də görmüşəm, həmişə deyirlər, filan illər Azərbaycan jurnalının tarixində abunə çox olur. Abunənin çoxluğu təkcə jurnalın zəifliyi deyil. Məsələn, xalq artisti Həmidə xanım Ömərovanın bir gözəl sözü vardı. Deyir, mən çox istəyərdim ki, həmişə tək qalanda insan əlinə jurnal alsın və Azərbaycan jurnalı mənə özümlə tənha qalmaq və özümü orada tapa biləcəyim bir mühit və insanlar mənə göstərir. Bu mənada hesab edirəm ki, Azərbaycan jurnalı hər birimizin dostudur və mən xüsusilə gənclər gözləyirəm, onların səsini eşitmək istəyirəm. Belə, bu qədər. Təşəkkür edirəm hər birinizə. Amma mən çox sərtəş dedilər, çox